Fenollar. Fenol nədir? Molekulunda əgər benzol halqası ilə birləşən bir və ya bir neçə hidroksil qrupu olan maddələr varsa, bunlara deyirlər fenollar. Yəni benzol halqasıdır. Bax tutalım ki, bunun tərkibində tutalım ki, OH birləşir. Və buna artıq nə deyirik? Biz fenol. Yəni ki, benzol halqasına OH birləşir gördüksə, bu üzv maddələrə deyəcəyik fenol. Əgər məsələn buradan CH3 çıxsa, deyəcəksən ki, metil fenol. Sonra məsələn desəm ki, tutalım da belə versə, yenə benzol həlqəsi veribdir. Burada OH yazıbdır, burada OH yazıbdır. Nə deyəcəksən? Deyərsən ki, baba 1, 2, normalda benzoldan bilirik də 4, 5, 6 belə deyildi. Deyirsən nədir? Bax 1, 2, benzol, diol. Bayaq dedikdə 2 atomlara diol deyirik. Necə oldu müəllimə? Bax, benzol halqası deyil. Deyirsən 1, 2, OH hardansa 1, 2, benzol, diol. Yəni 2 dənə tərkibində OH var. Bayaq dedik ki, 2 atomlara diol, 3 atomlara triol deyirdik. İndi benzol, diol. 1, 2, benzol, diol. Məsələn, belə versəydi bəs 2 dənə OH, varsa benzoldür. bəli, və OH, OH, OH tərkibində 3 dənə OH var. OH nə Benz olacaq? tri benzol Bir, ay sor. triol. 1, 2, 3, benzol triol. Əla, düzdür. Gəldik bunun quruluşuna. Yadda saxla, bunlarda fenol molekulunun tərkibində benzol halqası var da, yəni o benzol halqası hidroksil qrupun oksigen atomunun elektron sıxlığını özünə başlayır çəkməyə. Ona görə də burada nə qədər ki o bölünməmiş oksigen elektron cütləri varsa, onlar benzol halqasını əmələ gətirir və nəticədə də fenol yaranır. Bax, belə olur, belə bir. Tutalım ki, benzol halqasıdır. Buna bir oksigen, bir də hidrogen birləşir. Bu oksigenlə hidrogen hardan gəlir? Bax, CH3-dür. CH3-dən birinci yaranır CH2 etil spirti. Daha sonra bu CH2-yə də bir dənə OH birləşdirsən. Elə və burada olan CH2 deyil. Və bu CH2 belə niyə CH2-dir? Çünki bu tərəfdə doldu, bu tərəfdə doldu da. Biz də demişik ki, belə olanda nə yazırdıq? CH2 yazırdıq. Buna başlayır bir dənə OH birləşməyə və bu da olur nə? Fenol. Всё. Bir də yadda saxla bunların alınması var, fenolların alınması. Birinci yadda saxla ki, daş kömürdən ala bilərik. Benzollarda demişdim, daş kömürdən. İkinci benzoldan alınma var. Bunda benzollarda demişik. Benzolun təkrarı deyil. Bax, benzol necə yazılırdı? Denən görüm. C6. Benzol keçmədik ki biz. Niyə? Dərs keçmədik. O gün sizin işiniz çıxdı. Sonra əlavəsini keçə bilmədik. Dayan, benzolun linkini atmamışdım mən sənə. Linkin. Benzolun linkini atmışam axı. Bir dəqiqə, Просто gözlə gör. işimiz çıxmışdı. Mən də elə o vaxt Hə, baxmadım bir deyəsən. yadım. 6-cı gün idi. Bazar günü idi. 6 idi nə idi? 6 ya da bazar idi. Hə, düz deyirsən. Hansısa günü idi, amma benzolu atmışdım izahına. Ona bax, Hə, mütləq hə. şəkildə bax. Yəni o ortada qalmasın. Benzola Yaxşı. bax ki, əlavəsində də Bir dəqiqə oturaq müəllimə. sınavda işləyək. Bir Yaxşı, dəqiqə, bir dəqiqə. yaxşı. Bəli. Hə, gəldin. Fuad Dəniz, C6H6 benzollardan. Bu üzərinə gəlinsin xlor. Ferin xlorun təsirindən özdə. Belə götürsəm, buradan nə alınırdı? C6H5. Buradan elə bir dənə hidrogen, bir dənə xlor götürürdüm. H xloru qalırdı. C6H5 xlor. Buradan təzədən sən üzərinə natrium OH gələndə benzolun alınmasından gedirsən. Mən natrium OH gələndə. Buradan natri xlor çıxır və natriumdan xlor gedir. Yerdə nə qalır? C6H5OH, yəni fenol. Gördün, fenolu aldıq.
Bu fenolun alınması. Sonra kumoldan ala bilərik. Kumol necə yazılırdı benzolda? Bax, kumol belə yazılırdı. Bunu əlavəsini salacağım testini. Mütləq şəkildə benzola bax. Üzərinə gəlirsin oksigen. Hər il düşürək, Yaxşı. benzol da vaciblərdəndir. Bax buradan. Bax götürürsən. Bu aseton var ya, bu hissəni ayrıcana çıxardacaqsan oksigenden bunu. Ayrıcana mən çıxardacağam. Yerdə nə qalacaq? Bu çıxan hissəyə, bunu çıxartdığım hissəyə. Bura bir OH əlavə verirsən, vəsə, oldu belə. Üzərinə gəlsin. Bax fenol üzərinə gəlsin. Yerdə nə qaldı? CH3, CO, CH3, yəni aseton. Vəsə, aseton üzərinə gəlsin fenol. Yəni fenol üzərinə gəlsin. Bu da aseton deyirik bunu da. Bu da aseton. Ketonlardandır. Bunda ketonlarda keçəcəm hələ. Benzolu bilməsən ketonlar falan bunlar sənə çətin gələcək. Fenolu aldıq. Bu oldu alınması. Fiziki xassəsi nədir? Fiziki xassəsi iyilidir, rəhsizdir, bərk haldadır, zəhərlidir. Sonra bir də bunlar soyuq suda pis həll olurlar, isti suda da yaxşı həll olurlar. Kimyəvi xassələri nədir? Kimyəvi xassələri tərkibində bunların bax OH qrupu var deyə ona görə deyirsən ki, turşu xassəsidir. Benzol halqası var deyə tərkibində də bu quruluşdadır deyə. Ona görə deyirsən ki, bu həm də əvəz etmə reaksiyalarına daxil olurlar. Necə? Bax, gəldi indi turşuluq xassəsini bir dənə yazım göstərim. Bax buradan məsələn C6 dedik fenol belə yazılır da C6H5OH. Üzərinə gəlsin məsələn natrium. Bir dənə aktiv metalla reaksiya salan kimi. Buradan nə alınacaqdır? Bax buradan bu hidrogenlə natrium yerləri dəyişəcək. Natrium girəcək bura, hidrogen gələcək bura. Olacaq C6H5O natrium. Üzərinə gəlsin hidrogen. Bayaq yazdığımız kimi bax glikolyatlar kimi. Natrium bu dəfə deyəcəksən nə? Natrium fenolyat. Yenə axırına at əlavə edirsən. Aydındır? Bəli. İkinci qələvlərlə. Məsələn, C6H5OH üzərinə gəlsin natrium OH. Bundan nə alınacaqdır? Və yenə götürəcəksən buradan, bax bu hidrogen yerinə natrium olur. Natrium yerinə də hidrogen salarsan. Olacaq C6H5O natrium. Üzərinə gəlsin H bura gəldi. Axı bu hidrogeni ötürdüm bura, bu natriumu da ötürdüm bura. Olur nə? HOH, yəni H2O. Bunun adı nə olur? Yenə natrium fenolyat. Gördük, aldıq yenə. Yəni bir sözlə Natriumla onu birləşdirdi. bəli, yerlərini dəyişdirdim də, bəli. Bax, bu natriumu gətirdim hidrogen yerinə qoydum. Hidrogen gətirdim natrium yerinə qoydum. Bayaq elədiyimiz kimi əvəz etmə reaksiyalarına salaraq. Daha doğrusu yer dəyişirsən də. Bax, C6H5OH üzərinə gəlsin natrium OH deyil, dəniz. Bax, burada Bəli. hidrogeni sildim, gətirdim natrium qoydum. Natriumu sildim, gətirdim hidrogen qoydum. Olur C6H5O natrium üzərinə gəlsin HOH. Yerlərini dəyişsən. Hidrogen yerinə natrium, natrium yerinə hidrogen. Bildin? Bəli. Bir də yadda saxla ki, fenol ümumiyyətlə üzvü və mineral turşulardan zəif xassə göstərdiyinə görə zəifdir deyə. Ona görə bu əsasən turşuların duzları ilə reaksiyaya girmir. Məsələn, deyə bilərik ki, hidrokarbonat. Bax, bu nədir? Karbonatdır da. Karbonatın duzu nədir? Məsələn, verə bilərəm natrium karbonat belə. Bu duzludur, normal duzdur özü. Sənə C6H5OH, yəni fenol üzərinə gəlinsin. Natrium karbonat versə, deyəsən reaksiya getmir. Nə dedim? Dedim ki, bu zəif turşu xassəsi göstərirdi ya bunlar. Ona görə turşuların duzları ilə getmirdi. Fenol üzvü və mineral turşulardan zəif xassə göstərir. Ona görə də bunlar reaksiya getmir. Amma turşular fenolyatlardan fenol sıxışdırıb çıxara bilir. Məsələn, sənə versə ki, C6H5O natrium turşudur. Üzərinə gəlinsin H2SO3. Mən yerlərini dəyişdim. Elə bu natriumu indi bura atdım. Bunu da elədim H2SO3. Belə olduğu halda reaksiya gedəcəkdir. Alınacaqdır C6H5OH. Elə bir bu dəfə natriumu gətirib qoyursan yenə bura. Hidrogen gətirib qoyursan bura. Olur üzərinə gəlinsin natrium HCO3. Qurtardı. Belə halda gedir, Bəli. amma duz halında verəndə getmir. Əvəz etmə reaksiyasına necə daxil olur? Bunlar adi şəraitdə gedir. Əvəz etmə də benzol halqasından eyni olan reaksiyalardır. Və benzolda necə reaksiyalar varsa, bunda da elədir. Nitrat turşusu ilə olan reaksiyası var. Məsələn, birinci yazım nitratla, nitrat turşusundan. Və bir dənə sənə verir fenolu. Yəni C6H5OH fenolu. Üzərinə gəlsin HNO3 nitrat. Nə alınacaq buradan? Bax, bunu olduğu kimi benzol həlqəsini çəkirik. Çəkdim. Daha sonra götürürsən, həmişə yadda saxla ki, əvəz etmə reaksiyası gedir bunlar. Əvəz etmə reaksiyasında benzol halqasının əsasən hidrogen atomunu
saxlayan ikinci, dördüncü, bir də altıncı karbon atomlarında reaksiya baş verir. İkinci, dördüncü, altıncı və bunların cərgəsi belə gedir. 1, 2, 3, 4, 5, 6 belə gedir də. 2, 4, 6-da həmişə olur bu reaksiya. 2, 4, 6-da gedir. Da 1-də, 3-də, 5-də əlavə eləyənməzsən. Və götürürsən bu OH olduğu kimi yazırsan. Bu HNO3 var ya, bu HNO3-də bunu H2O kimi çıxardırsan, yerdə nə qalır bunun tərkibində? NO2 qalır da. Bax H2 Hə. atdım. Bir də burada O2-ni çıxartdım. NO2 qaldı mı? Bir dənə də oksigen götürdüm. NO2 qaldı. Bu NO2-lərdə ikinci, dördüncü, altıncı karbonları atıram. Yəni bura atıram, bura atıram, bir də götürüb bura atıram. Başqa yerə ata bilmərəm də. Bura atmalıyam NO2, NO2, NO2. Bunun da adını deyirsən. 2, 4, 6, tri, 2, 4, 6, tri, nitro, NO2-lərə nitro deyirsən də, nitro, fenol. Всё. Buna pikrin turşusu da deyirlər. O lazım deyil. Əsas 2, 4, Çox 6 tri, nitrofenol. çətindir. Bilsən niyə? Çünki Nə əvvəli bilirəm. bilmirsən. Benzolları bilmirsən. Benzollar Benzol, bilmirəm deyə. bəli, benzolları bilmirsən. Benzolu bilsən, benzolda eyni bu reaksiya var. Benzolda da keçmişik. Gəldik indi ikinci hissəsinə. Brom, bir Çox də qaldı brom. müəllimə. Yox, az bizə demə. Bromlu su ilə, brom və bromlu su ilə olan reaksiya. Yadda saxla ki, bromlu suyu bunlar rəngsizləşdirər. Bax, yadda saxla. Fenol bromlu suyu rəngsizləşdirir. Bax, gör bunun harası çətin bir dənəsi. Bax, fenol halqası çəkdim. Üzərinə gəlsin, bax, OH. Üzərinə gəlsin brom. Bax, nə edirsən? Nə dedim? Bayaq bir söz dedim. Dedim ki, buradan 2, 4, 6-ya yalnız atmalısan. Bax, çəkirsən halqanı. Çəkdim halqamızı. İkinci, dördüncü, altıncıya yalnız atmalıyam. Bura nələri atacam? Bromları atacam da. Götürürəm bromları atıram bura. Yerdə nə qalır? Yerdə qalır H brom. Bir dənə hidrogenlə bir dənə brom birləşdirsin. H brom. Qurtardı. Aydındır. Bayaq H2O idi, indi H brom kimi çıxartsan. Oksigen olanda H2O kimi çıxartsan, heç nə yoxdur deyə H-la bir brom birləşdirsən. Buna da deyirlər 2, 4, 6, tri, brom, fenol. Sonra İndi gəldik bunlara. benzolları bilsən bu mənə rahat gələcək. Bəs nə? Benzolları biləndən benzolla eyni şeydir. Yəni benzolu Spirslər bilsən bu benzollar eynidir. yox, tam eyni deyil. Fenolla benzol eynidir də o dərsdən. Amma spirtləri bir atomlunun qəşəng bilsən, çox atomlu da biləsən. İndi get bir dəfə də məsələn bir atomlunun otur izahına Birinci bax. nəyi öyrənim mən? Ən birinci bir atomlu oxu. Sonra get çox atomluya bax. Yəni bir atomlu təmiz bir yer, nüansın qalmasın, get çox atomlunun dərsinə bax. Bu cür biləsən ki, Bəli, özün analiz eləyəsən ki, bir atomlu ilə dərsə çox güman ki, təkcə qaydına baxmısan da 100% elə. bəli, Dərsi bəli. oturub oxumamısan. Dərsi tam öyrən. Artıq biləndən sonra çox atomlusa su içimi Mən gələcək. Həqiqətən. güvəndən oxuyuram, o din mənə çətin gəlir. Güvənlə gedə bilərsən, bəli, güvənlə. Mən də dərs keçəndə məsələn güvənlə keçirəm, güvən vəsaitlə keçirəm. Landaudan da keçirəm, amma Landauda bəzi mövzular var Çətin ki, gəlir. və hə, bəzi mövzular yaxşıdır, amma Landauda qarışıq yazılıb bu mövzular. Mən də məsləhət görürəm ki, güvəndən get. Eyni mən güvən formatında keçirəm. Yəni orada nə var? Oran materialına gedirəm ki, oradakı misallarla, yəni eyni şeyi keçirəm də ki, oranı oxuyanda başa düşəsiz. Yəni onunla güvənlə getsən rahatdır bu mövzular. Amma bəzi mövzular var ki, Landauda daha yaxşıdır, güvəndə qarışıqdır. Onlar da özüm deyirəm, donsuz da harda oxu. Məsələn, indiyə qədər keçdiklərimdə demişəm Landaudan oxu. Amma indən sonra hani bromdur, şeydir, nədir bu, spirtlərdir, karbon turşulardır falan. Onları burada güvəndə çox qəşəng, sadə dillə yazılıb. Nətər mən danışıram, o dillə Hə, yazılıb da bəli, sadədir. sadədir. Və ona Mən görə oradan qeyri-üzvü oxumaq kimyanı məsləhət. oradan oxuyurdum. Elə ona Hə, görə hə. yaxşı öyrənirdim. Hə, ora yaxşıdır. O güvənə onlar yaxşıdır. Ümumiyə amma Landau qəşəngdir. Ümumiyə burada qarışıq yazılıbdır. Ümumiyə Landau yaxşıdır. Qalan qeyri-üzvüdür, üzvüdür, ona bu yaxşıdır, güvən yaxşıdır. Bəli. Hə, gəldik polikondensləşməyə. Polikondensləşmə də bax indidən öyrən ki, iri molekullarda lazım olacaq polikondensləşmə reaksiyaları nədir? Fenoldur yenə. OH. Bunun üzərinə formaldehid gəlirsən. Buradan fenolla formaldehidin qarışımı. Formaldehid də belədir, aldehidlərdəndir. İndən sonra keçəcəyimiz dərsdir. Bax, sən bunu formaldehidin artıq quruluşunu biləndən sonra aldehiddə deyəsən, amma mən bunu bilirdim spirtlərdən. Eyni reaksiyaların bir neçəsi təkrar olacaq. Ona görə bütün mövzular bir-birindən bağlıdır.
Dərsi tam öyrənəndən sonra məsələn get çox atomluya. Özün %100 görərsən ki, çox asandır. Çünki bir atomlu bildinsə, eyni reaksiyalar çox atomlu da var, eyni şeylərdir. Qeyri-adi bir şey yoxdur. Buradan nə alınacaqdır? Buradan alınacaq. Bax götürürsən yenə benzol halqasını çəkdim. Bax burada OH deyil, OH olduğu kimi çəkdim. Bax buradan H2-onu çıxardıram. Bax bu elə bir düşün ki, buradan OH, H, buradan mən H2-onu çıxartdım. Yerdə nə qaldı? Bax CH qaldı da bu hissə qaldı. Bunu da gətirəm atıram bura CH2. Oldu, qurtardı. Aydındır? Bəli. Bu nə polikonnesləşmə reaksiyası. Bunun adı fenol, bu da formaldehid idi. Bunun adı oldu fenol formaldehid. İkisini elə bil birləşdirdim. Fenol formaldehid qatranı. Təyin nədir? Təyini bənövşəyi rəhli maddələrə gətirir. Fenol dəmir xloridlə. Təyini reaksiyası da budur. Bax, fenolun yazılışı bu oldu da CH5OH və yaxud da açıq oluşum və yaxud da yazdım. Bunları dəmir 3 xloridlə həmişə təyin eləyirik. Təyin eləyəndə buradan H xlor, bax, hidrogenlə xlor. Bunu bilirik məvədə. Hidrogenlə xloru çıxartdım. Yerdə nə qaldı? Bax, C6H5O yazırım. C6H5O. Yerdə nə qaldı? Ferium. Bir də nə qaldı? Xlordan 2 dənə. Qurtardı. Bu da oldu sənin reaksiyan. Çətin bir şey deyil. Bax, bənövşəyi rəngli buradan çöküntü alınır, maddə alınır. Bənövşəyi rəngli, daha doğrusu maddə alınır. Ona görə deyirik ki, bu bunun təyin reaksiyasıdır. Tətbiqi həssas spirtlərdən, sonra onların məsələn götürə bilərik həlledici kimi, dərman maddələri kimi. Sonra götürə bilərsən məsələn antifriz var, antifrizlərin hazırlanmasında, sonra partlayıcı maddələrdən götürə bilərsən, istifadə edə bilərsən, həlledicilər kimi istifadə edə bilərsən. Əsasən partlayıcı, bir də ki, qida ixtiraat sənayesində bunlardan dərman maddələrinin alınmasına falan istifadə olunur. Bu da oldu bunların Bəli. tətbiqi. Sadə efirlərdə dərsdə keçən səfər demişdim. Sadə efirlər. Sadə O da efirlər keçirir. Beynim atqaz verdi müəllimə. yox, bircə dənədir, Oy çox Allah. az. Çox az bir şeydir. Bircə dənə deyim, Oy çox az. Valla dədəndən. Bəli. 5 dəqiqəlik. 5 dəqiqəlik. Bax, sadə efirlər necədir? Sadə efirlərdə OH qrupundakı hidrogenin radikalla əvəz olunan törəməsi kimi baxırsan, məsələn, bax, bunların quruluşu belə olur. CN, H2N, topla 2. Bunların formulları nəyə xatırladır bizə? Hansı CN, Alkanı. H2N? Bu hansı şeydir? Yox, bu formulası. Hə, bu Oksigenin formul şeyini keçdiyimiz çox atomlu spirt. bir atomlu spirtlərlə də bir atomlu spirtlərlə eyni deyil bu. CN H2N topla 2 O ilə. Yox, Bir orada atom 2M plus 1 OH. Hə, hə. Hidrogen gedəndə. oksigen yalnız Bəli. gətirəndə. Bir atomlu spirtlərlə eynidir. Bir atomlu spirtləri necə yazırdın? Deba bu quruluşda. Bunlar da eyni şeydir. Sadəcə bir dənə mən keçən dəfə demişdim, Rauf adlı uşaq var. Dənizgillə Sevinçgilin sinifində eynidir. Bəli. Sadəcə yazılışları, izomerlikləri. Oradan keçmişdik ki, bir atomlu spirtlərlə sadə efirlər izomer idilər. Yəni yazılışları eyni idi, amma fərqli-fərqli quruluşda yazılırdılar. Bax bu yazılanda oksigen, burada radikallar alırsan. Yəni radikallar da bu hissədə olan radikallarsa eyni şey olur. Məsələn, yəni simmetrik olmalıdır. Qeyri-adi başqa qeyri-müəyyən bir şeylər olsa, məsələn, bu tərəfdə CH3 olmalıdır, bu tərəfdə CH3 olmalıdır. Bu olur sadə efir. Yox, bir tərəfdə CH5 görən kimi artıq bu olacaq mürəkkəb efir, fərqli bir şey olacaq. Bəs bunun adı nədir? Bax, oksigenin bu hissəsinə çöldə dağıl düşdü. Oksigenin bu hissəsinə bir dəqiqə gözlə qapını örtürüm. Dözmür. Hə. Gözlə, qapını örtüm görüm. Bəli. Bax, deyirdim ki, Allah. oksigenin bu Bəli. tərəflərində görsən eyni şeydirsə, bu olur sadə efir. Bəs adı nə olur? Bax, bunun adı nədir? Metil deyil. Metil. Bəli. İki dənədir də. Nə deyirsən? Deyirsən dimetil efiri. Yox, bunun adı oldu bu. Məsələn, mən verirəm oksigen CH2, CH3. Məsələn, burada oldu CH3. Və görsən nədir bunun adı? Bunun adını deyəcəksən nə? Bax, oksigendir. Və deyəcəksən metil, etil efiri. Qeyri-adi bir şey yoxdur. Məsələn, oksigen, CH, C2H5, məsələn, C2H5 nə olacaq bunun adı? Gəlin görüm. Adı etil deyil. Deyəcəksən Et. dietil efiri. Diyetil efiri. Doğrudur, iki dənədir.
Adlandırılmasını bildik. Dietil, dimetil bunları bildik. Fiziki xassəsi necədir? Yenə bunlarda bircə dənə onu yadda saxla ki, xoş iyilidir, suda həll olmayan mayelər olur. Bir də ki, bunlarda alınmalarında da bircə dənə reaksiyası var ki, metil spirtindən, spirtlərdən. Bax, yenə əvvəlki spirtlərin reaksiyasına keçmişdik. Dedimmi, sadə ekranlar. Spirtlərin təkrarıdır. Bir atomlu spirtlər dərsindən. Yazırdıq metil spirti. Necə yazılırdı? SH3OH. Buna deyirdim, temperatur ciddi 140 olan kimi buradan alınmalıdır. Nə? Efir. Yadındadır o. Bəli, Efir alınırdı. Efir bəli. alanda nə edəcəksən? Buradan suyu çıxardacaqsan. Oksigen ortaya keçəcək. Asıl o üzərinə gəlsin. Oksigenin qıraqlarına da CH satasan. Pis bu da oldu sənin dimetil efirin. Bax aldıq. Buradan metil spirtindən dimetil efir aldıq. Всё. Bir də ki, məsələn, bizə CH3 belə bir reaksiya verə bilər. Alkoqolyatların reaksiyasını verə bilər. Və CH3 O natrium belə bir şey verə bilər. Üzərinə gəlsin xlor. Alkil halogen ellərlə olan reaksiyasını verər. Xlor, C2H5. Alkil, fluorid, halogenid, yəni. Bir dənə də verə bilər bizə alkoqolyat. Bunların reaksiyası necə gedəcəkdir? Və buradan nə alınır? Yenə, bax bu Natrium CH3O-nun xlor. AS-olu, natriumla xloru birləşdirdim. Qalanlarını birləşdir. CH3O, bir də Qalanları da CH5. birləşir belə. Всё, bu da oldu sadə efirlər. Bunlardan da ətriyat sənayesində istifadə olunur. Всё, dərsimiz yekundur, Bitdi. qurtardı. Bəli, bəli, Allahım sən